Xoş geldiniz müəllimlər və abituriyentlər sizləri. Mən Tarix müəllimi Qara Hikmət. Bu günlərim sizlərlə xanlıqların xəritəsinə baxacağıq. Gəlin ilk öncə çətinlik çəkdiyimiz bir mövzu olaraq qeyd edirik xanlıqları. İlk öncə xəritədə elə rəqəmlərlə qeyd olunmuş yerləri birinci yazaq ki, sonra əlavə yerlərimizi özümüz deyib əlavə yazacağıq. Gəlin başlayaq ilk öncə bir Dərbənd xanlığıdır. Yazırıq bura bir Dərbənd. Harada yerləşir? Lap başda. Bax 1. Daha sonra 2 burada Şəkini veribdir. Qeyd edirik hara? 2 Şəki xanlığı. Daha sonra yaradıcılarına baxacağıq. Daha sonra 3 veribdir Gəncə xanlığı. Qeyd edirik 3 Gəncə xanlığı. Daha sonra 4 Quba xanlığıdır. Yenə də baxırıq. 4 haradır? Quba xanlığı. Daha sonra 5 Bakı xanlığı. Aha, indi qalanlarını biz özümüz qeyd etməliyik. Yazaq buradan nələri? Məsələn, bura yaza bilər ki, Şəkinin üst tərəfinə Qəbələdə yaza bilər. Şəkinin yanındadır. Tabasaran da yaza bilər. Hər ehtimala, yəni ikisində qeyd edirik. Bura 6 qoyuruq. Yazırıq, məsəl üçün, bura Tabasaran və yaxud da Qəbələ. Qəbələ. Yəni Şəkinin yanındadır. Option, bunu yadımızda saxlayırıq. Daha sonra 7. Buradan yuxarıdan gəlirik. 7 har olacaqdır? 7 İllisu. İndiki Qax ərazisində yerləşir. Yazırıq 7-yə İllisu. 8. 8 burada yuxarıda yerləşir Carbalakən cəmaatlığı. Aha, şəriət qaydalarından idarə olunur Carbalakən. Carbalakən. Daha sonra keçirik buradan ilk öncə sultanlıqlarımıza. Yenə də həm xanlıqlar, həm sultanlıqlar bunları option deyək. Daha sonra isə hər birini ayrı-ayrılıqda vurğulayacaq. Daha sonra buradan 9 yazaq. Haradır? 9 yazdıq. Hara? Gəncənin yanı. İndiki Şəmkir rayonu Şəmşəddil ərazisi. Yaxud da sultanlığı deyək. Şəmşəddil. Aha. 10. 10 hara düşəcəkdir? 10 Qazax sultanlığı. 10 Qazax. 11. 11 Borçalı ərazisi. İndiki Gürcüstandan o vaxt razılaşma əsasında. Daha sonra verilibdir. Borçalı. Daha sonra düşdük biraz aşağı tərəfə. 12. Yazaq burada Göyçə göl ətrafında yerləşir İrəvan. 12. Aha, bu yenə gəldi bura. 12. İrəvan. Aha, keçdik indi bu tərəfdən yazaq. Görək burada nələrimiz var ayrı. Yaza bilərik məsələn 13. Ən çox İrəvanla Naxçıvan bir yerdə işlənilir. 13 Naxçıvan. 13 Naxçıvan. Məsələn, yazdıq 14-də Qarabağ. Yazdıq Qarabağ. Buradan yazırıq 15 Şamaxı. 15 Şamaxı. Ondan sonra burada yazacağıq 16 Cavad ərazisi yerləşir. 16 Cavad, 17 Salyan nahiyəsi. Salyan. Daha sonra keçdik. Bax buradan aşağı düşəndə 18-ə yazaq. Nə yazaq? Qaradağ, Arazın cənubunda yerləşir. 18 Qaradağ. Sonra keçdik buradan. İndi bu üst tərəfdən aşağı düşək. Naraq 19. 19 düşür Mako ərazisinə. 20. Qeyd elədik. Makonun aşağı hissəsi haradır? Xoy. 21. 21-ə qoyaq Urmiya. Aha, Urmiyanın indi
yanından gedək. Bura Marağadır. 22-yə qoyduq Marağa. %22-yə yazdıq Marağa. 23-ə yazaq Təbriz. Sonra keçirik 24-ə yazaq. Burada balaca yeri var da ortada. Bu olur Sərab. Sərab xanlığı. Daha sonra keçirik buradan Xəzərin yanında yerləşən hansı xanlıq? Bura 24 axırıncı yazdıq. Burada yazaq 25. Hansı? Lənkəran. %26. Lənkəranın yanı 26-ya bura yazaq. 26 yazaq Ərdəbil. Ərdəbil. Ondan sonra bura yazaq 27-yə Zəncan, Sığış Maddin, axırısı buradan yazaq. 27 Zəncan 28. 28-ə də hara yazaq? Gilan. Aha. Bu bir özünüz baxın xəritəyə. Çünki məsələn ola bilər screenshot eləyərsiniz və belə yadda saxlanılacaq ən vacib məqamlar bunlardır. Çünki demək olar ki, həm müəllimlərin, həm də abituriyentlərin çətinlik çəkdiyi xanlıqların yeri hardadır, onları daha rahat yadda saxlamaq üçün bu videonu çəkirik. İlk öncə başlayaq. Nədən? 1. Dərbənd xanlığı. Dərbənd xanlığı əsasən bu xanlıqlar necə yaranır? Nadir Şah imperiyası süquta uğrayır və onun nəticəsində isə Azərbaycanda feodal dağınıqlığı başlayır. Neçənci əsrlərdir? 18-ci əsrdən feodal dağınıqlığı, yəni 1747-dən sonra. Həmin bu xanlıqlar bir dənə müstəqil xanlıq var idi ki, Nadir xanın dövründə, o da Şahın daha doğrusu 1743-cü ildə iki ərazisi yerləşir. Harda? Şəkidə hadisələrin müstəqilliyini elan edib. Daha sonra bu xanlıqlar haqqında məlumat verəcəm. Daha sonra yadda saxlamaq asan olacaq. Gəlin baxaq. 1. Dərbənd oldu. Daha sonra 2. Hara oldu? 2. Şəki xanlığıdır. 3 hara olacaq? Gəncə. Məsəl üçün oldu. Buradan 4. Quba. 5. Bakı. 6. Tabasaran və yaxud da Qəbələ deyə bilərik. Bunu belə yadda saxlayın. 7. İlisu. 8. Carbalakən. 9. Şəmşəddil. 10. olacaqdır. Hansı xanlıqdır, daha doğrusu sultanlıqlardır bunlar. 10 olacaqdır. Şəmkəddil, 11 Borçalı, 12 İrəvan, 13 Naxçıvan, 14 Qarabağ, 15 hara yazmışıq 15-i Şamaxı, 16 Cavad, 17 Salyan, 18 hardadır 18? Qaradağa yazdıq. 18 Qaradağ, 19 Maku, 20 burada bu ərazidə yerləşir. Hara? Makunlar aşağı hissəsində Xoy, 21 Urmiya, 22 olacaqdır burada hansı xanlıq? Marağa, 23 Təbriz, 24 Sərab, 25 olacaq burada Lənkəran, 26 Ərdəbil, 27 olacaqdır Zəncan, 28 isə Gilan. Gilanı adətən xəritədə veririk, amma keçmirik. İlk öncə baxırıq bu xanlıqların yerləri haqqında. Məsələn, Samir müəllim buradan bizə sual verə bilər. Həmin xanlığı biz tapacağıq hansı əraziyə düşür? Məsələn, Ərdəbil xanlığı hər hansı bir ərazi deyə bilərsiniz müəllim. Buyurun. Şəmşəddil xanlığı. Aha, Şəmşəddil sultanlığı. Ayso. Şəmşəddil sultanlığı. Şəmşəddil indiki Şəmkir ərazisində onda yerləşir. Daha sonra bir də orada ən çox problem olur. Ərdəbil və Lənkəran xanlıqlarında bayağı biz xəritə işləmişdik. Bəli. Köhnə xəritələrdə onların ərazisi bəzən tam aydın verilmir. Ayso. Bax burada Ərdəbilin Xəzərə çıxışı yoxdur. Çox zaman Xəzərin yanında verirlər, ancaq Xəzərə çıxışı yoxdur. Bunu bir yadda saxlayırıq. Lənkərandır Xəzərin qırağında olan. Yəni 25 burada Lənkərana düşür, 26 Ərdəbilə düşür. Daha sonra orada başqa xanlıqların ərazisində məncə problem yoxdur. Onlar daha rahatdır, yadda qalandır. Sadəcə biraz da o mərkəz xanlıqlar var ki, onlar... Mərkəz xanlıqlar ən çox, bax məsələn, ən çox imtahana düşür.
imtahana düşür. Azərbaycanı birləşdirmək uğrunda mübarizə aparan xanlıqlar, düzdürmü? 4 dənə xanlıqdır. Bunun hansı xanlıqları misal gətirə bilərik? Birinci, ən böyük xanlıqlardan misal gətiririk elə. Buradan, məsələn, bu Qarabağı misal gətirək, 14-də yerləşir. Urmiyanı misal gətirə bilərik, 21-də yerləşir. Daha sonra Qubanı misal gətirə bilərik, 4-də, bir də 2-də Şəki xanlığı. Bunlar Azərbaycanı birləşdirmək uğrunda mübarizə aparan ən böyük xanlıqlar hesab olunur ki, və bir neçə xanlıqları da hətta asılı vəziyyətə salıblar. Daha sonra burada sultanlıqlar. Sultanlıqlardan ən çox sual düşür. Sultanlıqların ərazi olaraq harda yerləşir? Burada ən çox sual düşür. Məsələn, onun ərazisi Dağlıq Bəyək dedik, Qazaq idi. Burada onun Qazağa düşür 9-dur Şəmkirdə olan. Bəli, Gəncənin yanındadır. İndiki Şəmkir ərazisindədir. Sonra digər formada sual düşür ki, iki hakimiyyətli mövzu olan xanlıqlar. Hə, iki hakimiyyətli mövzuda olan xanlıqlar bu olubdur. Gəncə xanlığı 1780-83-cü illərdə. Həmin xanlıq, belə deyim, həm Kartli Kafetiya çarlığı tərəfindən, həm də Qarabağçısı birləşib gəlib Gəncəni asılı vəziyyətə salıblar. 83-cü ildə üsyan nəticəsində iki hakimiyyətli devrilir. Və bir də Nadir Şah vəfat eləyəndən sonra 1747-ci ildə Şamaxı xanlığında, yəni 15-də iki hissəyə parçalanmışdır və 1763-cə kimi Məmməd Səid və ağası qardaşları Köhnə Şamaxı, Yeni Şamaxı 1763-cü ildə də birləşdirilmişdir. Daha sonra bir də ən çox düşən hissələr, məsələn, aldadıcı hissələr hansılardır? Salyanı. Salyanı biz Qubalı Fətəli xana yazmayacağıq. Onun atası kimdir? Hüseyn Əli xan. 1757-ci ildə həmin ildə Xatınarxı döyüşü olubdur, həmin ildə Plessi döyüşü olubdur, həmin ildə 100 illik müharibə dövrünə düşür, məsələn 56-63 deyə bilərik. Ayrı nə deyə bilərik Samir müəllim? Əfşar tayfasının Əfşar tayfasının hakimiyyəti 4 dənə xanlığı, bəli, misal gətirə bilərik bura. Məsələn, Əfşar tayfasından ilk öncə başlayaq İrəvandan 1747-dən 55-ə kimi hakimiyyətdə olur. Ondan sonra Qacarlar gəlirlər saray çevrilişi nəticəsində. Daha sonra Urmiya xanlığı, məşhur Urmiya xanlığı, Urmiyalı Fətəli xan Əfşar hətta Qarabağı yeganə tabe eləyən bir xanlıqdır. Urmiya xanlığını misal gətirə bilərik, Zəncanın özü misal gətirə bilərik. Məsələn, Zülfüqar. Daha sonra Zəncandan sonra deməli hansı qaldı? Bir dənəsi qaldı. İrəvan, Urmiya, Samir müəllim. Zəncan biri qaldı. Əfşarlardan. Əfşarlardan hansı idi? Təbriz. Təbriz. Bəli, Əmraslan xan. Elə Nadirin həmsoğluydu. Bəli. Abreviaturası da vardı. Tuzi deyilir. Hə, Tuzi. Ay, sol. Tuzi. Şəklində belə qısacası yadda saxlayırıq. Təbriz. Əmraslan xan. Daha sonra ayrı nə deyə bilərik burada? Məsələn, rəqəmlərdə qeyd olunur. Həmin xanlıqları elə burada əzbərləsəz daha yaxşı olar. Məncə məsləhətçisi bütün xəritələrini, yəni bütün dünyanın, Avropanın, Asiyanın hamısının xəritələrini, paytaxtlarından bir yerdə çəkib internetə yerləşdirəcəm ki, siz də bundan yararlanasınız və kanalımızı paylaşıb abunə olmağımız kifayətdir ki, daha da məşhurlaşaq. Çox sağ olun, minnətdarım izləyicisi üçün. Bir dənə like atmağı yəqin ki, unutmazsınız.